Bak bu da Qarayillədir. Daha girmirəm meşəyə. Meşənin içində də kində bu nə qədər desəm vardı. Allah hamıyan canı sağ eləsin. Allah hamd olsun. Deməli, doğrudan da bizim təbiətimizdə düz yaz başlayandan qış düşənə kimi gir beşiyə, çıx çölə, yaşa da, hər şey var. Hər şey var yeməyə. Bu Qarayilləri çəkməsəydim, vallahi o düzgün olmazdı da. Nə var ya? Allah hamd olsun. Ləzzətdir də. Yarpaqlarını da töküb, nə qədərdir. Görünmür, qaranlıqdır deyil. Doludur. Payızın təbiətindən də yoxdur. Bəh, 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 bəh. Ləzzətdir, Allah hamd olsun. Bax, bu da qızıl payız. Qızıl payız, gözəl payız. Merri meyvəli payız. Ləzzətdir, vallahi, ləzzət. Həmi Allahın salamı olsun. Bax, bu gözəl cənnət məkan İsmaillı'da. Hara baxırsan ver meyvə. Qəşəyi. Buna bax, çəmənliyə baxırsan Allah. Süfrənin ağac bax, ləzzətli yeyic. Öpürəm amma. Daim ki, dağdan, dərədən başlayıbsa, maldan, heyvandan da qutarmalıdır. Dırnaqları möhkəm olsun. Bax, belə. İnşallah buralarda əkilməlidir. Bura Bədva bulağının qırağıdır. Günündə batan vaxtıdır. Günləri xeylar iş görmüşük. Allahın köməyinlə. Bax belə, hamı Allahın salamı olsun.